ABŞ-nin Wisconsin-Madison Universitetində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə yaradılmış Azərbaycan Tələbə Assosiasiyası tərəfindən mədəniyyətlərarası körpü Azərbaycandan Amerikaya adlı tədbir baş tutub. Tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, adət-ənənələrini və milli dəyərlərini geniş auditoriyaya tanıtmaq və müxtəlif mədəniyyətlər arasında körpü yaratmaqdan ibarət olub. Tədbirdə universitetin professor müəllim heyəti, Wisconsin və Illinois ştatlarında yaşayan Azərbaycan icmasının üzvləri də daxil olmaqla 100-dən çox iştirakçı bir araya gəlib. Qonaqlar Azərbaycan musiqisi, rəqsləri və sənət nümunələri ilə tanış olub, maarifləndirici video izləyiblər. Tədbirdə çıxış edən Azərbaycan Tələbə Assosiasiyasının rəhbəri İbrahim Əhmədli Wisconsin ştatında Azərbaycanın təmsil edilməsinin əhəmiyyətindən danışıb. Daha sonra Azərbaycan Tələbə Assosiasiyasının nümayəndəsi Eltac Sadıqova müsahibəsində belə bir tədbirin Azərbaycan ruhunu dünyaya tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Tədbirdə Azərbaycanın Diasporunun İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Zaur Salmanov da çıxış edərək komitənin xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və mədəniyyətimizin tanıdılması istiqamətində gördüyü işlər haqqında geniş məlumat verib. Azərbaycan Tələbə Assosiasiyası olaraq Azərbaycanın zəngin mədəniyyətini Amerika Birləşmiş Ştatlarında tanıtmaq bizim üçün çox böyük qürurdur. Bizim əsas məqsədimiz ölkəmizin zəngin mədəni irsini, adət-ənənələrini daha geniş auditoriyaya təqdim etməkdir və gələcəkdə də bu yolda çoxlu tədbirlər keçirməyi planlaşdırırıq. Tədbir böyük maraq və rəğbətlə qarşılanıb. Azərbaycan mədəniyyətinin zənginliyi və müxtəlifliyi bir daha nümayiş olunub.